Ya Allah, salam aleykum değerli izləyicilər, hər vaxtınız xeyir olsun inşallah. Abşeron rayon Xırdalan şəhəri. Değerli izləyicilər, deməli Xırdalan şəhərində 9 mərtəbənin 5-ci mərtəbəsi 5 otaqlı evlə qarşınızdayım. Evimizin start qiymətini indidən deyirəm 183 min manat, endirimi də ev sahibi öz eləyəcək. Evimizin içərisində qalan şeylər həmişəki kimi mətbəx mebelidir, kombisidir. Yəni gözəl insanlar. Evimizin buradan mətbəxdən balkonuna çıxış da var ki, onu gələndə özünüz baxarsınız. Mən gecə vaxtı çəkişə gəlmişəm. Bax gözəl insanlar. Bir dənə qardaş kes bu izdən bir dənə zəhmət olmasa çək. Değerli insanlar, mətbəxdən başladım çəkişə. Gəl oradan bura qardaş. Bax evimizin sanitar qovşaqlarıdır burada. İkisini də bax girişdə görürsüz. İndi evin girişindən mən mətbəxdən başlamışam çəkişə. Bax gözəl insanlar. Evimizin giriş hissəsi buradır. Bax bu hissədir. İçəri girdim bax bu qaydada. Gel bura. Bax 5 otaqdır. Bütün otaqların etap göstərəcəm. Bax evimizin bir otağı buradır. Keç zəhmət olmasa bax çək. Buradan balkona çıxış var ha. Bir balkonda gözəl insanlar buradadır. Evimizin bax gözəl insanlar qonaq otağıdır. Yəni bütün otaqlarında, qonaq otaqlarında hər birində radiatoru mümkündür. Yəni ev onun nəzərinizə çatdırım ki, çox böyükdür. Həqiqətən genişdir. Bax evimizin gözəl insanlar. Maşallah olsun. Bax burada görürsünüz spal yataq otağıdır. Çox böyükdür. İndi bir daha videonu dayandıraq. Keçək növbəti 2 növ. Deməli, dəyərli insanlar. Bax evimizin növbəti bir dənə otağı buradır. Yəni buranı da zal kimi istifadə edə bilərsiniz. Mən ev sahibindən soruşdum. Yəni bu ərazidə qalanlar yəqin ki bilərlər. Bu sonradan bölünmə bir şey deyil də. Yəni bu bina zavatskoy, yəni təməlindən bu cür qaydada tikilib. Bu 9 mərtəbənin hamısı bu qaydadadır. Elə bilərsiniz bu sonradan bölünüb. Xeyr. İndi kim istəyər arana açmaz öz işini. 5 otaqlı ev. Qiymət 183 min manat. Sənədlər tam qaydasında. Fikri ciddi real alacaq, əlaqə saxlasınlar. Gəlin.